Peyğəmbər salavatullah buyurur: "Və tasaddaqu ala fuqaraikum və məsakinikum." Fəqir və yoxsul insanlara sədaqə verin. Sədaqənin azı çoxu yoxdur əzizim. Zaten bu mülkü, bu sərvəti sənə mənə verən o yenilməz qüvvət, qüdrət sahibidir. Məyər bu şahların, sultanların, məmurların aqibəti bizə nümunə deyilmi? O dünya malına susayan insan bənzədiblər ki, şor su içən insana bənzəyir. Yəni, dünya malına aludə olub axirəti yaddan çıxardan, axirəti unudan və hər bir şeyini elə dünya malı bilən həmin susuz insanın şor su içməsi kimidir. Elə artdıqca tələbatı da artır, gəldikcə elə istəyi də artır. Ona görə bu şahların, sultanların sonu, aqibəti bizə nümunədir. O məsələdir, deyərlər, Allah verdiyindən yesən, dadındır. Versən, adındır. Yeyə bilməsən, verməyə əlin gəlməsə, ürəyin gəlməsə, yadındır. Ölüb gedəcəksən, heç özvə də qalmayacaq. Ona görə bu məsələdə son dərəcə diqqətli olaq, ehtiyaclı insanlara azından verə bilməsən də, onun qəlbini qırma, xoş sözlə könlünü al. Heç vaxtı yuxarıdan aşağı baxma. Özü yuxarı bilib onu aşağı bilmə. Çünki kimin əvvəli, kimin axırı heç kimə bəllidir. Ola bilər bir gün yer dəyişər, o zaman özün xəcalət çəkərsən. Ona görə Allah verdiyindən verə bilsən nə gözəl. Amma verə bilməsən də qəlbin qırma.